Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər səlnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Bəxtiyar Nəsimoğlu Rəhimli. Rəhimli Bəxtiyar Nəsimoğlu 18 mart 2001-ci ildə Tərtər rayonunda anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Orta məktəbdə Tərtər rayonunda oxuyan Bəxtiyar 11 illik orta təhsilini başa vurandan sonra həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan ordusunun əskəri olan Bəxtiyar Rəhimli 2020-ci il sentyabrın 27-sində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Mən həmişə deyirdim, torpaqlarımızı azad edəcəyim, biz alınca görmədiyimiz torpaqlar biz işğaldan inşallah azad edərik. Qələbə bizimki olacaqdır. Qubadlı, Zəngilan, Cəbrayil hamısından keçdi. Yəni, hər zəng elində məni heç özüm fikirləşmədən bizi bir də qardaşım soruşardı. O bir oğlum da canla başına vuruşur. O qardaşı da tankçı idi. Elə birinci onun tankı miniyə düşmüşdü. Məni hər iki cəbhənin arasında qaldım. Həm Füzuli tərəf, həm su qovşan qarşı haltı deyirlər. Ən ağır döyüşlər elə o tərəfdə gedirdi. Ayın 5-nə qədər özümlə danışdı, 6-sı zəng eləmədi. 7-si xəbər verdilər ki, şəhid olubdu. Düzdür, biz ona hazırlıqlıydıq. Müharibə gedirdi. Füzulinin alınmasında şəhidlik zirvəsinə onu ucaldı. 27 sentyabr 2020-ci ilin müharibə başlayanı mənim 3 nəvəm quru keçirəm mən Bəxtiyar. Eləcə də o bir şəhidlərimizin. Çünki biz haqq yolundayıq. Zəfər günü bizi çağırmışdılar hərbçisiyə, orada açılışı idi. Deyim, komandir, sən Allah nətər oldu, Bəxtiyar şəhid olmağını öz gözünlə mi gördün? Deyir, gecə yağırdı, şiddətli də döyüş gedirdi. Komandirini deyir, vurdular, tağım komandirini. Bəxtiyar deyir, ona kömək məqsədi ilə deyir, üstünə gedəndə, elə bir onu yaralı çıxartmaq istəyəndə özü də deyir, o zirvəyə ucaldı, şəhidlik zirvəsinə. Oğul yaranıb vətən üçün. Valideyn üçün ağır olsa da vətən sağ olsun. Şükür ki, günə ki, torpaqlarımız azad olundu. Ordumuzdan da, prezidentimizdən də biz razıyıq. Sıx ətrafında birləşmişik. Müzəffər Ali Başkomandan elə bir iz başladı ki, o tarixlərdə yazılacaq. Dəmir yumruq mənfur düşmənlərimizin başını əzdi, bir ilə sonra əzəcək. Rəhimli Bəxtiyar Nəsimoğlu 5 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 07 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qəhrəmanlı kəndində dəfn edilib. Rəhimli Bəxtiyar Nəsimoğlu vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar.
Onlar özləri yaratdıkları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.